yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz Sərhəd Dəstəsinin xidməti ərazisində dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində növbəti qanunsuz fəaliyyətin qarşısı alınıb. Belə ki, narkotikin pilotsuz uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Azərbaycan ərazisinə keçirilməsinə cəhd edilib. Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə həyata keçirilən kompleks əməliyyat axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının hava məkanına qanunsuz daxil olan PUA vaxtında aşkarlanıb. Operativ müdaxilə nəticəsində uçuş aparatı zərərsizləşdirilərək yerə indirilib. Hadisə yerinə keçirilən baxış zamanı PUA-da daşınan ümumi çəkisi 6 kq 600 qram olan narkotik vasitə marihuana aşkar edilərək götürülüb. Fakt üzrə müvafiq sənədləşmə aparılıb və qanunsuz narkotik dövriyyəsinin təşkilatçılarının müəyyən edilməsi istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir.